Salamlar herkese. Artık Kuba'da yağış sezonu başlamıştır. Yağışımız yağır. Əynimizi qalın giymişik. Bugün danışmaqdan danışmaq istəyirəm. Məsələn, məndə belə bir xüsusiyyət var ki, mən insanlara analiz eləməyi çox sevirəm. Danışdırmağı çox sevirəm. Onları kənardan izləyib dəyərləndirməyi çox sevirəm. Gördüyüm qədərilə insanların əksəriyyəti danışmağı bacarır. Üzgün olduğu təqdirdə, istər sevincli olduğu təqdirdə danışırlar. Çox gözəl xüsusiyyətdir. Məndə də var biraz çox danışmaq, amma keyfim yaxşı olanda danışmağı sevirəm. Özümü yaxşı hiss eləyəndə danışmağı sevirəm. O ki, azacıq özümü biraz pis hiss eləsəm, sanki çəkilirəm kənara, öz dünyama çəkinirəm. Dilim tutulur sanki, danışmaq istəmirəm. Amma beynimin içində o qədər çox söhbət gedir ki, və inanıram ki, mən tək deyiləm. Mənim kimi olan insanlar da var ki, həyatlarında hər hansı bir şey düz getməsə və yaxud da onları üzən hər hansı bir xırda bir şey olduğu zaman belə danışa bilmirlər. Yəni otursunlar saatlarla içindəkilər danışıb rahatlasına, yox. Bacarmıram. Beynimin içində o qədər çox danışıram ki, sanki danışıram və cavab da verirəm özümə. Sanki cavab da alıram. Amma ağzımdan söz çıxmır. Mənim kimi əgər siz də beləsinizsə, inanıram ki, 10 nəfərdən ən az ikisi mənim kimidir. Və yazın. Danışmaq istədiyiniz mövzular haqqında varsa yazın. Və yaxud da hansı mövzuya toxunmağımı istəyirsinizsə, onu da yazın. Hər variantda yazın. Yazın, fikirləriniz önəmlidir.